Əli Kərim, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, müxalifətin lideri olan Əli Kərimin həbsinə etiraz əlaməti olmaqla yanaşı, digər siyasi məhbuslarımıza, jurnalist qızlarımıza da olan deməli, siyasi repressiyalara, onların həbsinə etiraz əlaməti olaraq bu miting təşkil olunmaqdır. Əlbəttə biz bilirik ki, Azərbaycanda avtoritar idarəetmə sisteminə söykənən diktatura rejimi mövcuddur və bu diktatura rejiminin başında İlham Əliyev və onun vitse-prezidenti düzəltdiyi arvadı Mehriban Əliyeva dayanıbdır. Bütün burada toplaşan insanlar Azərbaycandakı diktatura rejiminin əleyhinə etiraz əlaməti olaraq toplaşırlar və bugün də bütün burada şəkillərini gördüyünüz, Zəhmətovun şəkilləri bir daha çəkin, şəkillərini gördüyünüz bütün həm jurnalist qızlarımızın, həm jurnalist oğullarımızın, həm də siyasi məhbusların, Tofiq Yaqubovun və digərlərinin həbsinə etiraz əlaməti olaraq burada toplaşaraq miting keçirirlər. Və bu bir daha onu göstərir ki, istər Avropanın digər ölkələrində, istərsə də Fransanın digər şəhərlərində yaşayan bütün Azərbaycanlılar, yəni bütün Avropada yaşayan Azərbaycanlılar heç də Azərbaycanda olan həmvətənlərimizi İlham Əliyevin polis rejiminin, polis deyənin altında illəyən, sızlayan, get-getirən girovlar çevrilən Azərbaycanda yaşayan həmvətənlərimizi unutmamışıq, unutmayacağıq, həmişə onlarla birlikdə olacağıq. Və indi biz birazdan canlı yayıma da başlayacağıq bugünkü mitingimizlə bağlı. Bu mitingdə insanlar bizə müsahibələrini verəcəklər. Onlar bura könüllü olaraq yığışıblar. Baxın, 40 dərəcə istinin altında Azərbaycandakı həmvətənlərimizə onlar dəstək olaraq uzatırlar və biz heç bir zaman Azərbaycandakı həmvətənlərimizi tək qoymayacağıq. Buradan yenə də mən İlham Əliyevə mesajımı göndərirəm ki, baxın, burada yığışan Azərbaycanlılar sizə mesaj göndərir İlham Əliyev. O deməkdir ki, Azərbaycanda bütün xalqın ayağa qalxaraq üsyan edəcəyi və bütün Azərbaycan bölgələrinə bu üsyanın böyüyəcəyi gün uzaqda deyil və Azərbaycanda inqilabın baş verəcəyi gün uzaqda deyil. Bəli, Azərbaycanda İlham Əliyev rejiminə qarşı inqilab baş verəcək. Biz buna şübhə etmirik. Azərbaycanda insanlar öz haqlarını tələb edəcəklər. Baxın, burada yığışan insanlar, bir daha qeyd edirəm ki, 40 dərəcə istinin günəşin altında yığışıb Azərbaycandakı həmvətənlərimizlə deməli, onlar həmrəylik